Fevralın 10-da İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatının təqdimatı keçirilib. Tədbirdə ötən il ərzində həyata keçirilmiş layihələr, istifadəyə verilmiş elektron xidmətlər, eləcə də büronun yenilənmiş internet səhifəsi ilə bağlı məlumat verilib. İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev maarifləndirmə işlərinin genişləndirilməsində medianın mühüm tərəfdaş olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu istiqamətdə zəruri tədbirlər görülür. İcbari sığorta sektorunun potensialı böyükdür və İcbari Sığorta Bürosu həmin potensialın reallaşması adına əsas məqsədi icbari sığorta sisteminin dayanıqlığını təmin etmək, sığorta olunanlar və üçüncü şəxslərin maraqlarını qorumaqdır. İslahatların aparılmasında, bu işlərin görülməsində bizim həm strateji layihələrimiz, həm islahatlarımız, həm yeniliklərimiz davam edir.